Yəni bu dövrdə də çox var da. Fal var, nə bilim, bədnəzər var, göz var. Onda belə şeylərə hansı ki, qəlbi təmiz olan, sırf Allaha bağlı olan insan belə şeylərə inanmalıdır, yoxsa inanmamalıdır? Hə. O bilməlidir ki, Allahın izni olmasa ona heç nə toxunmaz. Yəni inanmasa da. Amma bu göz məsələsi necə baş verir? Sən bir məqamda nə ilənsə öyünürsən. Kiminsə qarşısında öyünürsən nə ilənsə. Təkəbbür yəni yoxsa? Öyünürsən də bilmirəm. Avtomobilindən çıxırsan Özünü belə göstərirsən. qapısını biraz belə vurursan elə ki, başa hamı düşdüm. görsün. Cəmaatın heç avtomobili yoxdur, tutalım ki. Yaxşı kostyum almısan, məsələn, bunu belə öyünürsən ki, bu neçə min dollardır. Nə bilim, saatından öyünürsən. Başqası da baxır, istəyir. Nə tərsə, bu Quranda ayəsi var bunun. Deyir ki, evinizdən çıxanda belə mərifətlə çıxın, qanadlarınızı yanınıza yığın. Yeriyəndə yerişinizə baxın, yeri deşəsi deyilsiz. Belə ayağınızı bək vura. Mən. Sadəlik. Ay su, başınızı da belə dik tutmayın, deyir. Dağlardan uca olası deyilsiz. Var bütün bunların olsun. Qarilla yerişi yeriyirlər. Şəhsən, belə həşəmətlə, belə bir göstərişlə yeriyir, bağıra danışır. Səsini astadan götürəcəksən. Mən deyir və öyünür malı ilə, mülkü ilə. Allah adamlar heç vaxt belə eləməzdir. Və o zaman nəsə bir problem çıxır. Deyir, göz dəydi. Əlbəttə onun gözünün haqqı var. Sən Allahın sənə verdiyi nemətlə bu cür kiminsə qəlbinə ox sancmaq üçün davrana bilməzsən. Sən əgər nemətivin zəkatını verirsənsə, sədəqəsini verirsənsə, sən bunun sənə nə üçün verildiyinin fərqindəsən, bu səni xidmətçi eləmək üçündür Allaha.